Salam dostlar. Gedir indi Bolu'ya. Ankara'dan çıxdıq yola. 2 saat keçmişik. Şəhər olaraq Boludayıq. Yemək turumuzun növbəti stansiyası olan Boludur. Yemək yeməmişik, hə? Yemək yeməmişik. Axşamdan bəri Bilet aç. ona görə bir kahvaltı eləyəcəyik. Məkanda görüşərik. Daha geçen kar görmeyi. Buz diye gör. Mesela bence buz. Buz değil. Mesela atı görmüşsen. Onda buz değil. Evet, rahat çıkıyor. Abant'ın kendine gelmişik. Her yer qarda. Ama önemli olan odur ki, Fatma teyzenin yerindəyik. Fatma teyzenin önündəsidir. Belə çox şirin bir məkanda. Gözləyək bizim kahvaltımızı düzəltsinlər. Üstəlik. Sərtmə kahvaltımız gəlmiş durumdadır. Təmiz var. Balımız var, reçellərimiz var. Tereyağı falan filan. Bir de geldiniz, ben de kendimi aç bırakıyorum. Sizin bahanenizde kızartma yapmayayım ben. Bu neydi? Kuymak. Kuymak. Ha, pendirler geçeydim. Pis değil. Zeytun, şey de veriblər. Da sigara böreği, cahçur. Böyle normal çarpma kahvaltı. Ama zıt. Ümmi de yarın. Neçə? 10 üzerinden. 9 ya da. Üstler bayağı yaxşı. 9. Həqiqətən. Bayağı normal indi. Yer də qəşəngdir. Ben fikrimi səsləndirməyim. Niye? Ha. Ha, sonradan söyləyərik. Birazdan düz çekelim. Həm biraz daha yeyək, biraz daha baxaq. Dadlanan şeyler var. Deməli dostlar, Fatma teyzenin mekanından çıxdıq. Mekan bayağı qəşəng idi məncə. Yeməklər pis değildi. Ortam da mükəmməl yəni. Çox qəşəng idi, çox xoşladıq. Çok sıcak. Fatma teyze indi bu işlədənin anasıdır. İşteden kızıydı. İşlədən qızıydı. O da öz kızın işte. O da öz qızınla işləyir. Yəni nəsillikcə elə mekan işlədilər. Və bayağı şeydir belə, kənddəsən elə bir, kənddə oturmuşsan səhər yeməyi. Çox normal bir yerdir. Ərindən zaten bize şikayet ediyordu. Maraqlı. Əvvəl qadın da çox belə tema idi belə. Dəxilsiz şeylər danışırdı falan. Belə səmimi bir insan idi yəni. Nəsə çox qəşəng. Puanım mekan 10'da 10 idi. Yeməklər pis değildi. Yəni böyle wow bir kənd şey değildi. Yəni 7 falan. Mekan 8, yemək 7. Orada ne kuşluyordun? 9 zat, 10 zat. Ben soruştum senden. Kahvaltı falan. Kahvaltıya ne çevir? Allah acıdır değil derdi. Yaxşı. Ha, sonra üçüncü şeyimiz neydi? Fiyat performans da. Hem de fiyat. Turistik yer olarak saysak okeydi fiyat. 400 TL'ydi kişi başı. Ha, 800 TL ver diyor serme kahvaltıya. Okeydi. Serme kahvaltıları 740, 750 falandı Ankara'da da. Ha yani turistik bir yerdi, bayağı turistik bir yerdi bu arada. Bayağı otel falan var. Onu nazara alsak. Ha böyle pis mekan değildi. Yani hoşladık, qəşəng idi böyle. Sıcak soba, ne bileyim. Kışta bayağı akar yani böyle. Bize dedi ki en çok müşteriler kışta olur. Yaydan daha çok kışta olur. Ha, o ben çok şaşırdım ona. Ben sana dedim göz donmuş. Oha göl donubmuş. Oha bayağı donmuş. Biz çıkmalıyıq onun üstüne acilen. Acilen çıxmalıyıq ora. Daha deməli gəldi. Yolda bir yerdə şey gördük. Belası bulaq gördük. Oradakı kahvaltıda çıxala bizə dedi ki şeydir. İşte harda bulaq görsəz diyan üçün çox qəşəng olur. Orada bize şey suyu verdi, bulaq suyu verdi. İşte dadına baxdıq qəşəngdir. Pulkamız yox idi. Bunu boşaldırıq. Ha, göl də donub bu arada həqiqətən. Birazdan sağlamlıq testi elədik gölə. İndi bir dənə çat səsi gələcək, dindar olasın, momentalini. Halvarım yoxdur. Balaca Emil'in maceraları.
O bura sağlam, bura sağlam deyil. O bu suya çarpar yani. Tap. Kameradan görünməz. Abant gölün ətrafında bir sürüşə çıxdıq. Gölün belə ortası donmamışdı, qıraqları və don idi. Öyle üstünə çıxdıq, biraz gəldik falan. Gölü baya qəşəngdir, kamp alanları var, nə bilim, qırağında şeylər falan var. Piknik alanları, kamp alanları, millət karavanla zaten gəlmişdi. Belə baya qəşəng idi. Çox mükəmməl bir yerdir yəni, gəl kamp elə falan, otur. Buranın vaxtı qışdır amma. Qarın falan çox belə dəhşət olduğu var, çox məqbuldur gəlmək. İndi karavanla çök. Havası qəşəng. Yol barı tərtəmiz ellərmiş, şey olmur yəni belə. Eşək kimi qara olsun, buz olsun, elə bir şey yoxdur. Sevdik. Abant gölünə 9-umuz var. Bu arada Avant suyu var ha, o da buradan imiş. Ben sonradan sattım. Let's go. Take the fucking shot and fight the fuck on. Fight the fuck on. Fight the fuck on. Deməli millət, gəldik Çeşmi Cihana, amma bazar günü bağlıymış. Heç nə girəmədik. Üzdü, kavurmasını tərifləyirlər buranın. Heç nə, indi gedirik şəhərin mərkəzinə. Əslində gözlənilən saatda oldu, amma buranın bağlanması gözlənilən deyil. Basıb sanayiyə gəlmişdik bunun. Hə, özü bayağı bir otosanayidir. Göstərim. Gördün mü? Bayağı sanayidir. Panik yolunun önündeyiz. Sanayi bağlıdır. Burada tadilat var. Biri Ramazanda bağlıdır. Bolu'ya gezmeye gelmiş. Geldik Mercani restoranından. Şu restoranda biraz yöresel lezzetlerden dalacağız. Geldik 3 yemek istedik. Mengen pilavı, bir de kızartılmış çıtır mantı var idi. Bir de Bolu Bey çorbası istedik, yoktu. Ona göre çok təəssüf ki, bir dada bilməyəcəyik. Mengen pilavından başlayırıq. Dediklərinə görə ətliymiş. Ətindən də götürəcəm. Qozludur, içində qoz var. Göstərəm. Qoz qoyublar. Tərəfət mi? Yaşaydım. Dadı da ət çox bas-bas, kiçik parçacıqlar falandır. Çıtır mantı. Çıtır mantılarını dünəndən qalmış. İstidir. Ət az qoyublar, klasik türklər. Sosludur da dünəndən qaldığı çox bilinir. Ondan 5-6 dəqiqə gətirdilər də. Səliydi, fresh deyil. Ramazan deyə çox da şey yox. Hə, mənim çox xoşuma gəlmədi. Sıra Emil bəydədim. Deməli, birinci mengen pilavı. Ətindən, qozundan. O qəşəngdir. Yoxdur, özbək pilavına oxşuyur. Sən qoz xoşlayırdın ha? Buna baxaq. Sosundan götürdüm. Qozları elə bil yeyəndə sosu yaxşı gəlir. Bəli, çox qızarıb. Dünəndən qalıb, qızarmayıb. Ola bilər. Dünəndən qalmayıb, bunlar nasıl buz olur. Pişirsən qızardırsan. Göstərəydi. Bu normalde qəşəng bir məkan var idi. Burası məkanların çoxu bağlıdır. Ya da tadilatda falandır. Ona görə çox şey demədik. İstədiyimiz məkanlara gedəmirik. İstəyirəm. Bu qəşəngdir, bu da orta. Pilav okey. Pilavı normal pilav üzərindən okeydir, yaxşıdır. Gözlənilənləri qarşılayır, amma Bunu mantı 7 tad vermiyorlar. Ya 5. mən buna puanım 7-dir. Puanım 4,5. Okeydir. Tamam. Bir də nə qədər verdik biz bunlara? Toplam 500'e yaxın bir şey olmalı. İndi izləyicilərə yanlış məlumat verməyək. Kubbe altındayıq. Bura nəyinə görə məşhurdur? Bura öz gözləmələrinə görə məşhurdur. Hər şey gözümüzün önündə. Çok şirin teyzelerimiz bizim için hazırlayır. Biz de birazdan çok özel bir gözlemelerini tadacağız. Çok özel bir sostan bir ek. Yoğurtlu, patlıcanlı, sarımsaklı çok maraklı bir şey gözlüyor bize. Maraqlı menülər var belə. İki tərəf asılı. Açamadım. Biraz tarifi bir yer. Buranın teması nədir? Buranın arxası əvvəllər hamam olub. Bayazıtın dövründə düşülüb.
Ora hələ də hamam içmişdir. Qabaq hissəsində şey eləyiblər. Beləsi bir mekan eləyiblər. Yeməyimiz gəldi. Ayran da atı ayran yox idi. Gördüm. Yəni burada kıymalı, patlıcanlı, yoğurtlu şeydir. Gözləmə. Bu arada bunlarda şey zad da var. Çikolatalı zad da var. Belə bayağı fərqli seçenekler var. Kılıç qaldı. Bizə yaxın olmadı. Xəncəl dalı. Tam olarak xəncəl dalı. Öz yarpaq xəncəl ha şey de pis deyil. O tam xəncəl dalı özü. O xəncəl de yani. What the hell? Qəşəngdir. 8-9 dolar. Vermək var ha qəşəngdir. Əyninin oy baxacaq. Xəngəl. Bir dəqiqə. Xəngəli gözləmirsən yeyəndə heç bir şəkildə. Su falan düzəldirlər burger dadında. Heç gözləmədiyim şəkildə bir xəngəl effekti yaranır. Və bayağı qəşəngdir. Orada 250 TL də var. Tam o xəngəlin şeyi yoxdur, axıcılığı. Amma sosu ilə bir yerdə əla olur. Puanınız nədir Ünal bəy? Mənim puanım 8 bu qiyməyə. Sevdik. Buraya gələ bilərsiniz. Deməli, uşaqlar. Dedik, üniversitede bakalım kim okur burada falan filan. Hiç kim olmadı burada falan. Şimdi bindiği şey tramvay gibi bir şey var. Tramvay diyelim. Otobüs ama tramvay yok. Kim o tramvay? Maraklı şey. Qadın dəri edir tramvaya. Şəhərin imajını artırır. Neyini artırır? İmajını. Evet. Ama bayaqdan da görmür. Çok az yok. Çok nadirən keçir. Yəqin saatdə bir falan. Yani yuxumuz gəldi. Sən bayaq gələn yuxunu mənə indi vurur. Sökmək. Çəkəyə biraz. Bazardayıq millət. Bazara girdik. Nə satılır işte qiymətdən ötəridə falan filan baxmaq üçün. Genel olarak qiymətlər İstanbul'dan eyni qiymətdə aşağı yuxarı. Bağlıdır çox səsi. Ya biraz gezdiyə bağlıdır. Şimdi çıxırıq bayağı gəzdik. Sonra yadımda düşdü video çəkmək. Hara çıxdığımızı bu arada heç bilmirik. Random bir yerdən girdik bazara. Gəzirdik belə üstədə falan. Çox qəribə bir yer gördük. Mən çox qəribə gəldi. Tuzcu da yer mənə. Tuzcu. Ya tuzcu da. Bulaşıq makinası tuzu. Ya ayak kokusu, yumurta yemeği, civciv yemeği. Abi ben tuzcu diye bir şey ve ilk defa görüyorum. Deməli bir dənə şey girdik çarşıya. Prosta böyük ihtimal bazar günü deyə bağlıdır. Belə tuzcu var, derici var, dərzi var. Butik bir şeyler satır. Tuzcu yine burada gördük bir tanesini yine. Ha böyle maraqlı bir çarşı var. Prosta bura bağlıdır maalesef. Uşaqlar deməli gəlmişik Kral Pide. Bu şekil məkan. Buranın teması neymiş? Böyük pidələridir. Sən göstər. Bu pidenin yarısıdır. Altında da bir dənə pide var. İçində nə var? Kaşar var, sucuk var, kuşbaşı var, işte o əlavə ədviyyatlardır. 310 TL'ye. Bu special diye biraz bahadır. O birisler de hardasa 250 diyesen falan olmalı. Yanında salata falan da verirler. Salata bir de bu biber. Ha, ətrafımızdakiler oturup iftarı gözləyir. Yığışırlar yavaş-yavaş. İftara 25 dakika falan var. Ha, biz de eşek kimi cəmaatın göz qabağında tadım testimiz var. Emin dadına baxıb mən də bir tadım eləyəcəm. Orada tez gətirdilər 5 dakika falan. Ya 5 yox, 10 dakika falan gəldi. Geçən idim. Niyə? İngredientlərin dadını alırsan, yaxşı bir ahəngi var. Belə deyək, qatıb qarışdırmayıblar. Görsən bura kuşbaşıdır, sucuğu var, kaşarı var. Biraz tost tadı alırsan, biraz kuşbaşı tadı alırsan, ya birbirini pozmuyor. Bir də önemli, mən pidələrdə baxsam nə var? Crispy-dir. Qıraq yan hissələri belə yeyilməyəcək bir şeydə deyil, bayağı qəşəngdir. Yaxşı qızardıblar. Mən buna puanım 8,5 var. Və bayağı böyükdür. Ha, bayağı böyük. Ha, onu nəzərə almayacaqdan dad olaraq. Məkan özü qəşəngdir, pis deyil. Lakin salaş ve rahat mekandı. Özde bayağı adam da çoxdur. İçəri doldu bu arada. Biz çöldəyik, boşdu içəri. Ama içəri bayağı doldu. Ha, qiymətlər falan uyğundur. İndi Emil datsın. Tadım sırasında Emildədir, əlbəttə. Qəşəngdir ya. Və yedim ən qəşəng pizza deyəm var ha. Daha qəşənglərini yemişəm.
Nəyi xoşlamadım? Böyle bir qırağı belə daha çıtır oluram. Qıraqlar. Onları çox xoşlayıram. Üstünə belə tereyağ çəkirsən. Bir də malzemələr biraz qəşəng kaliteli deyil. Ortalama Türkçə şeydir, malzemesi. Amma belə yenir yəni. Puanın? Məkan 9 verilər, məkan qəşəngdir. Yeməklərə 7 vermək olar. Pis deyil. Yəni çox super deyirəm, yaxşıdır. Yaxşıdır yəni. Yəni gəlsəm deneməyə dəyər. Və evdə daha da olmaz. Deməli gəldi işə Haqqgül yerinə atdı. Buranın soyuq kadayıfı qəşəng deyirlər. Fıstıqlı özdə. Kadayıfı göstərək. Kadayıf yox ya. Kadayıf yox da. Soğuk kadayıf da. Ha, soğuk kadayıf ha. Fıstıqlı da, fındıqlısı da olur, fıstıqlısı da. Səndən bir tadım testi alacağıq. Belə yüngüldür. Yəni cinnet kimi istəyirsən belə çox şirin olmasın. Əsər bəy də elə demişdi də. Bizim ustamız yani. Yani bayağı hafiften bile ye. Akır yani. Masamızda bu arada yaşayan da var. Ha, Süt de var bunu bu arada. gətirdilər, təşəkkür. Sağ olsun, süt olmuş, bayağı yaşaydı. Ha, bak. Ufak bir şey, bu 250 TL duruyor. Çok. Ucuz değil. Ha, doğru. Güzel. Yok, 250 değil. Məncə eləydi. Ya bunu yazarıq. Başka bir şey olsa. Bunu son vaxtda görürsün. Bura yazdıq. Bura yazdıq. Yazı değil. Yazmamışıqsa deməli düz yazmışıq. Düz deyildi. Hə, yaxşı da olmasa da indi sol altda. Ha böyle. Böyle sen. Ha indi Ünal yoxlasın. Həsən bəy klasiyindən başlayaq. Çayımızdan bir yudum alaq. Meyvələri dadmalıyıq. Meyvə də nə ilə? Baxın, təbii ki, izləyicilər maraqlanır. Elnur Abdullayev maraqlanır ki, siz kölgənizdən yedin. Kənd olmasın oxşuyur. Dağılır, bayağı dağılır. Ağızda dağılır. Və südü kıvamındadır. Nə südün içindədir, nə də belə deyək, qurudur. Mükəmməl gedəm. Bişirmək şeylər mükəmməldir. Mən süt ikram edirəm. Çox sağ ol. Tam olmalı olduğu kimidir. Ekstra dəhşət bir şey deyil. Məsələn Antep dediyimiz katmer kimi bir şey deyil, dəhşət bir şey deyil də. Tam kıvamında yaxşıdır yəni, yaxşı hazırlanıbdır. Puan nəsədir? Ya bir açaq baxsınlar içinə də insanlar. Sərsindir ha. Yaşaydı bayağı fıstığı zadıda. Mən buna puanım 8 deyirəm. Yaxşıdır. Hak edir. Yerindədir hər şey. Ona qiymətini saymasaq mən də 8 deyirəm. Bayağı yaxşıdır. Burada çox fazla PP yeri yoxdur. Bir də FP yerləri Ramazan'da da bağlıdır çoxu. Hə, düzdür. Getdiyimiz yerlərdən 3-4-ü bağlıydı. Hə. Biri tadilat, biri Ramazan. Dedim halda Mən bir həftə sonra hərəsi bir şey dedim. Deməli uşaqlar, videonun bu hissəsində təəssüf ki, kiçik bir problemimiz yarandı, texniki bir problem. Videonun səsi oxunmayıbmış. Ona görə videonun bu hissəsini sonradan əlavə edirik biz. Orada danışdığım şeylər haqqında kiçik, qısa məlumatlar verəcəm. Birinci biz burada aldığımız pendiri dəyərləndiririk. Keş pendiri demişlər Boluda. Baxdıq falan, sonra dedik, bu şeyə oxşuyur. Bir pendirə oxşuyur. Azərbaycandan bildiyimiz pendirə. Nəsə Ünal burada mamasına zəng elədi falan. Öyrəndik ki, orada bunun adı qurutdur. Azərbaycanda xəncərin zadının yanında yemək üçün istifadə olunur. Belə şaşırdıq ona bu əməlli. Emin olduk demək, bu da caminin yanındakı çarşıdan bir əxirdən aldığımız maqnit idi.
Sonra aldığımız bolçi şokoladlar var idi. Onları yoxladıq maşında. Orada da kiçik qarışıqlıq oldu. Bütün şokoladlar bir yerdə idi. Onları axtardıq falan maşında. Hansı nədir deyə biraz random çıxırdı. Bu da bol şokoladlar da bildiyimiz şeydir. Marketlərdə satılan şeylər olur. Yəni belə karamelli, içində fındıqlı olur ha. Tam o şokoladlardan idi yəni belə. Qəşəng idi, mən qəşəng idi, pis deyildi. Amma belə fantastik bir şey değildi. Böyle ilginç bir şeydi. Keçim şəhər haqqında düşüncələrimizə. Şəhər çox qəşəng bir şəhər idi. Çox belə təmiz, çox təmiz bir şəhər idi Türkiyə standartlarına görə. Qayda qanunlara görə, yəni Türkiyənin ən mədəni şəhəri deyə bilərəm. Yəni o qədər şəhər gəzmişik, ən mədəni şəhər. Yəni kayıtsız şartsız bol idi. Başqa şəhərdəki yaşam hamı çox rahat, sakit, hamı belə çox rahatdı hamı. O cəhətdən çox qəşəng idi. Tələbələr üçün çox uyğun bir yer deyil, çünki tələbə üçün heç nə yoxdur. Tələbələrin əylənəcəyi, gəzəcəyi falan filan yerlər pek yoxdur. Amma tələbəyə uyğun olma potensialı yüksək bir şəhərdir. Çünki İstanbul Ankara'ya yaxındır, ucuzdur və universitetin səviyyəsini qaldırsan çox qəşəng bir yer olar əslində. Amma belə şəhərdə pub, zad, içki yerləri heç görmədik, ümumiyyətlə görmədik. Belə bilmirəm yəni hara var. Sonra puanlama haqqında danışım. Yaşanabilirlik gəlir puanı. Ünal 5.5 verib yaşanabilirliyə. Məncə hardasa 7 vermək olar. Məncə yaxşı bir yerdir. Biraz maraqsız bir yerdir, amma öyle pis deyil. Yeməklər Ünal 6.5 verib. Mən də elə 6.5 verirəm. Çünki yeməkləri qəşəng deyildi, amma pis də deyildi. Normal demək olar. İnsanlarına Ünal 8 verib. Mən də 9 verərəm. Bayağı qəşəng idi, yəni insanlar çox mülayim, çox sakit, belə qəşəng insanlar var idi. Son belə deyək, wrap-up'ımızı eləyək. Saat 20:20-dir. Mənim də 21-də otobüs çıxacaq Ankara'ya. Emil'dən İstanbul'a. Bol turumuz genel, sənin kommentlərin. Mən sevdim. Yemək aslında bilirdim. Çox bir şey bekləntim yox idi əvvəldən də. Şəhər gözlədiyim kimi belə təmiz, qəşəng, normal şəhər çıxdı. Biraz daha böyük şəhər fikirləşmişdim, çox böyük deyil. Bu Abant falan da çox xoşuma gəldi. Mən polunu 9 verərəm. Bayağı belə qəşəng idi. Normal ilə gəzdik. Bayağı əyləndik. Mən bunu əyləncəli bir trip olaraq görürəm. Məsələn, yemək yeyirdik, oradan oraya çıxırdıq, zor idi. Yemək zat yedirdik də. Amma bayağı əyləncəli trip idi. Gəzirdik, eləyirdik, göl falan, Abant çəkdik. Orada gəzdik də bayağı. Hə, söhbət zad eləyirdik, şəhər xala ilə, burada. Maraqlı idi. Maraqlı bir tur idi. Mənim də puanım 9-dur. Növbəti şəhər gəzintilərimizdə. Ha, qocalmışıq, bir də onun fərqinə varıq. Niyə? Ha, biraz belə yavaşıq da, biraz belə şey deyil, jivoy deyil. Əvvəlki dediyimiz də şuda da buna. Ay yox, prosta həm biraz şey oldu. Çox yatmamışdıq bunun əvvəlki gecə. 2-də zad yatıb 8-də qalxdı. 6 saat. Belə baxanda 6 saat az deyil, amma 2 saat yatmağa keçmiş birinə çatmır. Yox, qəşəng o qədər yavaş deyil. Abartma, olsa şəhər bopaldı şəhərdə. Nə yavaşdır? Hara gəzəcək? Sürətlə hara qaçırır? Ya bunun əvvəl tripdə şey teması var idi. Ya sabah o şəhərə gedəcəyik. Birisi gün bu şəhərə gedəcəyik. Tələsirdik belə. Tələsirdik deyəndə yəni Düzən olmasa bir düzən var idi. ya burada bilirik ki, okey, buranı gəzdik. 4 saat məsələn şəhərin mərkəzində gəzdik deyil də məsələn. Və restoranlar gəzdik. Hara tələsirik? Gedirik bura bağlıdır, okey. Buradan vaxt kəsildi. Vaxtımız artır yəni. Biz də buranın əhalisinə dönüşdük. Doğru. Xoşum gəldi. Növbəti şəhər vloglarımızda görüşmək üzrə. Evet, davay. Nə deyirdi Baygara? Ne oldu lan? Gevşedin mi? Çarptı. In Holland